Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınağımızın izahına baxırıq. Lakin sınağın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdə iştirak etmək istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Bu suallar deməli Güvən kitabından seçilən tənliklər mövzusuna aid olan suallardır uşaqlar. Baxaq birinci suala. Deyir ki, A-nın hansı qiymətlərində AX çıxılsın 5x bərabərdir 7 tənliyinin yeganə həlli var. Nə etmək lazımdır burada? X-i çıxardırsınız mötərizənin xaricinə və buradakı əmsal olur A çıxılsın 5 bərabərdir 7-yə. Və bu xətti bir tənlik olduğu üçün xətti tənliyin də yeganə həlli nə zaman olur? Bilirsiniz ki, AX üstəgəl B bərabərdir 0 olanda gərək burada A 0-a bərabər olmasın. O zaman deyirik ki, tənliyin yeganə həlli var. İndi burada da A çıx 5-i bərabər deyil 0 kimi götürsək, deməli A-nın qiyməti 5-ə bərabər ola bilməz. Ona görə birinci sualda testimizin düzgün cavabı olur D bəndi, D variantı. Keçək ikinci suala. Baxırıq ikinci suala. Deyir, C-nin hansı qiymətlərində x kvadrat çıx 6x üstəgəl C bərabərdir 0 kvadrat tənliyinin 2 bərabər kökü var. Yadda saxlayın ki, kvadrat tənliyin 2 bərabər kökü və yaxud 1 kökü olduğu yalnız diskriminantın 0-a bərabər olduğu halda baş verir. İndi gəlin diskriminantı tapaq burada. D bərabərdir 6-nın kvadratı 36 çıxılsın 4AC. 4-ü 1-ə vuranda 4 eləyir, C-yə də vuranda olur 4C. Bax, bu diskriminant 0-a bərabər olmalıdır. Buradan tapırıq ki, 4C bərabərdir 36-dırsa, C bərabərdir 9 alınmış olur. Ona görə ikinci sualda testimizin düzgün cavabı olur D bəndi, D variantı. Keçək növbəti suala. Baxırıq burada üçüncü suala. Deyir ki, kökləri kök adlı 2 çıxılsın 1 və kök adlı 2 üstə gəlsin 1 olan kvadrat tənliyi göstərin. X1 bərabərdir kök altında 2 çıxılsın 1-ə. X2 bərabərdir kök adlı 2 üstəgəl 1. Gəlin əvvəlcə bu köklərin cəmini tapaq. Cəm bərabərdir kök adlı 2 çıx 1 üstəgəl kök adlı 2 üstəgəl 1. Müsbət 1, mənfi 1 gedir. Qalır burada 2 kök altında 2. Deməli, indi hasilini tapaq. Köklərin hasili bərabərdir kök altında 2 çıx 1 vurulsun kök altında 2 üstəgəl 1. Bu da bizə nəyi xatırladır? A çıx B, A üstəgəl B. Olmalıdır A kvadrat. Kök adlı 2-nin kvadratı 2 eləyir. Çıxılsın B kvadrat. 1-in də kvadratı 1 eləyir. 2-dən də 1 çıxanda olur 1. Onda həmin bu çevrilmiş kvadrat tənliyi qursaq, olur x kvadrat. Baxın, köklərin cəmi 2 kök altında 2 verilib. Biz, deməli, tənlikdə yazanda bunun əksini yazmalıyıq. Yəni, mənfi 2 kök adlı 2x olmalıdır. Və üstə gəlinsin, hasil 1-dir, müsbət 1-dir, elə üstə gəl 1 bərabərdir 0 olmuş olur. Və diqqətlə cavablara baxsaq, baxın C variantına. X kvadrat çıxılsın 2 kök altında x üstə gəl 1 bərabərdir 0 olmuş olur. Deməli, üçüncü sualda testimizin düzgün cavabı olur D bəndi, D variantı. Keçək növbəti suala. Baxırıq burada dördüncü suala. Nə deyir bizə dördüncü sualda? Deyir ki, x kvadrat çıx 4x çıx 8 bərabərdir 0 tənliyinin kökləri. x1 və x2-dir. x1 üstü mənfi 1 üstə gəl. x2 üstü mənfi 1 ifadəsinin qiymətini tapın. Baxın, bu tənlik çevrilmiş kvadrat tənlik olduğu üçün çevrilmiş kvadrat tənlikdə Viet teoremi var. Deyirik ki, köklərin hasili bərabərdir sərbəst həddə, yəni mənfi 8-ə. Köklərin cəmi isə x1 üstəgəl x2 bərabər olmalıdır. İkinci əmsalın əksinə. X-in əksi olur müsbət 4. İndi x1 üstü mənfi 1 olur 1 bölünsün x1 üstəgəl. x2 üstü mənfi 1 olur 1 bölünsün x2. Bunu da ortaq məxrəcə gətirsək uşaqlar. Olur x1 vurulsun x2. Ortaq məxrəci birinci kəsrin məxrəcinə böləndə qalır burada x2. Bir saniyə. Qalır burada x2, onu da 1-ə vuranda olur x2 üstəgəl. Ortaq məxrəci ikinci kəsrin məxrəcinə böləndə olur x1, onu da 1-ə vuranda olur x1. Və bərabərdir
İndi köklərin hasili baxın -8-dir. Yerinə yazırsınız. Köklərin cəmi isə 4-dür. 4 ilə 8 ixtisar gedir. Burada olur -2-1. Bunun da cavabı -0,5 alınmış olur. Yəni 4-cü sualda testimizin düzgün cavabı olur D bəndi, D variantı. Baxırıq 5-ci suala. Deməli, 5-ci sualda bizə deyir ki, atanın 52, oğlun isə 12 yaşı var. Neçə il sonra atanın yaşı oğlun yaşının 3 misli olacaq? Gəlin qeyd edək. Deməli, atanın yaşı 52-dir. Oğlun yaşı isə neçə olur? 12. Baxın, neçə il sonra dediyinə görə arada neçə il keçir biz bilmirik. Deyirik ki, x ildən sonra. Və illər keçdikcə insanlar böyüyür. Yəni atanın da yaşı artacaq, oğlun da yaşı artacaq. Ata olacaq 52 üstəgəl x yaşında, oğul olacaq 12 üstəgəl x yaşında. Bəs deyir, bu zaman nə baş verəcək? Atanın yaşı oğlun yaşının 3 misli olacaq. Bax, atanın yaşı bərabər olacaq oğlun yaşının 3 mislinə. İndi tənliyimizi qurduq, həll eləyək. Bu olur 52 üstəgəl x bərabərdir. 3-ü mötərizəyə vurub açırıq. 3 dəfə, deməli 12 olur 36. 3x-a vuranda olur 3x. 52-dən 36-nı çıxırsınız, 3x-dan da x-i çıxırsınız. Buradan 2x bərabərdir. 52-dən 36-nı çıxanda 16. X də bərabər olur 8-ə. Bax, neçə il sonra dediyinə görə biz bunu x il olaraq işarə etmişdik. Sonda da x-in cavabını 8 tapmış olduq. Deməli, 8 il sonra. Testimizin düzgün cavabı olur B bəndi, B variantı. Bu nədir uşaqlar? Tənlik qurmaqla məsələ həllidir. Baxaq 6-cı suala. Deməli, 6-cı sualda bizə deyir ki, yolun 1/3 hissəsini qaçan idmançı 125 metr daha qaçsa yolun yarısına çatar. Yolun uzunluğu tapın. Biz yolun uzunluğunun nə qədər olduğunu, neçə metr olduğunu bilmirik. Deyək x. Bax, 1/3 hissəsini qaçıb, yəni 1/x gedilib. Əlavə olaraq 125 metr daha qaçsa, yəni üstəgəl 125, nəyə bərabər olacaq? Yolun yarısına, yəni 2/1 x-a. İndi 125 qalsın bu tərəfə, 3/1 x-i keçirdin digər tərəfə, olur 2/1 x, çıxılsın 3/1 x. Bunu ortaq məxrəcə gətirəcəm və ya belə də edə bilər uşaqlar. Birbaşa olaraq, yəni məxrəcdən, kəsirdən xilas etmək üçün hər birini 6-ya da vura bilərsiniz. Yəni, eyni şey demək olar ki. Ortaq məxrəcə gətirsək, olacaq 6-da 3, çıxılsın 2. Olacaq 6-da 1x. 6-da 1x bərabərdir 125-ə. Burada da x-i tapmaq üçün 6-nı çarpaz şəkildə 125-ə vurmaq lazımdır. Bunun da cavabı, deməli, 750 alınmış olur. Yəni, yolun uzunluğu uşaqlar 750 metrə bərabər olmuş olur. Testimizin düzgün cavabı olur B bəndi, B variantı. Baxaq 7-ci suala. Nə deyir bizə 7-ci sual? Deyir ki, bu tənliyi həll edin. Əgər modul 0-a bərabərdirsə, deməli, bunun bir həll yolu var ki, gərək modulun içərisi, bax, daxil özü 0-a bərabər olmalıdır ki, 0-ın modulu ilə 0 eləsin. Deməli, 2x çıx 6 bərabərdir 0-dırsa, 2x bərabər olur 6-ya, x də bərabərdir 6 bölünsün 2, düzgün cavab 3 alınmış olur. 7-ci sualda testimizin düzgün cavabı olur D bəndi, D variantı. Keçək növbəti suala. Baxırıq burada 8-ci suala. 8-ci sualda deyir ki, verilən yenə bu tənliyi həll edin. İrrasional bir tənlikdir. Sadəcə kökün dərəcəsi burada 2-dir. Yəni kvadrat kökdür. Buna görə bu tənliyin hər iki tərəfini kvadrata yüksəldəcəm ki, bax, irrasionallıqdan xilas edeyim. Kvadrata yüksəldəndə kök itir, olur 3x üstəgəl 1. Sonra 5-i kvadrata yüksəldirsiniz, olur 25. Buradan 3x bərabərdir. 25-dən 1 çıxırsınız, olur 24. X də bərabərdir. 24-ü 3-ə bölsəz, düzgün cavab 8 alınmış olur. Yəni 8-ci sualda testimizin düzgün cavabı D bəndi, D variantı alınmış olur. Keçək 9-cu suala. Görək 9 bizə nə deyir? Yazıb ki, x kvadrat üstəgəl 8, x kvadrat üstəgəl 8 bölünsün x çıx 1. İndi bunun məxrəcini diqqətlə baxsaq, bu 1 çıx x yazıb. Mən bunların yerini dəyişirəm, x minus 1 yazıram. Amma istədiyim kimi yerini dəyişə bilmərəm, axı mütləq qarşıya mənfi atmalıyam. Qarşıya mənfi atanı da bu üstəgəl işarəsini çevirir, eləyir mənfi. Amma surət olduğu kimi qalır. 7x çıx 2
Bu da bərabərdir 0-a. Məxrəcləri eyni olan kəsirlərin çıxılma qaydasıdır. Məxrəc olduğu kimi qalır. Surətlər çıxılmalıdır. X kvadrat üstəgəl 8-dən. Əgər çıxmalı olsaz, bu surəti işarə dəyişəcək. Olacaq -7x. Bu mənfi təsir eləyəcək. Olacaq 2. Bərabərdir 0-a. İndi buradakı x bir dənə bir şey yadınıza saxlayın ki, 1 qiymətini ala bilməz. Çünki x-a 1 yazan kimi məxrəc avtomatik 0 olacaq. Bu da yəni qəbul olunmur da belə deyək. Məxrəc 0 ola bilməz. Ona görə x-i 1 götürə bilməzsiniz. Gəlin yuxarını həll edək. X kvadrat çıx 7x 8-in də üstünə 2 gəlirsiniz. Edir 10 bərabərdir 0-a. Çevrilmiş kvadrat tənlikdir. Gəlin vietlə düşünək. Köklər hasili müsbət 10 eləməlidir. Amma köklər cəmi ikincinin əksi, yəni müsbət 7 olmalıdır. Bu da hansı uşaqlar? 2 və 5-dir. 2 və 5. Deməli, x1 bərabərdir 2-yə, x2 bərabərdir 5-ə. Bunların hər iki kökü bu tənliyi ödəyir. Hətta məxrəci 0-a çevirməyən qiymətlər. Deməli, cavabımız elə 2 və 5 olmuş olur. Yəni, 9-cu sualda testimizin düzgün cavabı olur C bəndi, C variantı. Və nəhayət baxırıq 10-cu suala. 10-cu sualda belə bir tənlik verir bizə, deyir həll edin. Bunun həllini gəlin bu formada aparaq. 6-nı neçəyə böləndə cavab 2 eləyir, 3-ə böləndə. Yazırsınız 1 üstəgəl 1 bölünsün 1 üstəgəl 1 bölü x bərabərdir 3-ə. Bu 1-in üstünə neçə gələndə cavab 3 eləyir? 2 gələndə. Deməli 1 bölünsün 1 üstəgəl 1 bölünsün x bərabərdir 2-yə. İndi bu 1-i baxın, nəyə böləndə sizə 2 verəcək? 2-də 1-ə böləndə. Yəni, belə fikirləşin də 1-i 2-də 1-ə böləndə bu tərsinə çevrilir, cavab eləyir 2. Deməli, bu hissə 1 üstə gəlsin. 1 bölünsün x bərabər olmalıdır 2-də 1-ə. İndi bunu həll etsək, burada 1 bölünsün x, buradan yazaq. 1 bölünsün x bərabərdir 2-də 1 çıx 1-ə. 1 bölünsün x bərabərdir -2-də 1-ə. Yəni, belə düşünün də 2-də 2-dən sanki, daha doğrusu 2-də 1-dən sanki 2-də 2-ni çıxmış oldunuz. Deməli, 1 bölünsün x bərabərdir -2-də 1-dirsə, açıq-aşkar buradan görünür ki, x-in qiyməti -2-yə bərabər olmalıdır. Deməli, 10-cu sualda da testimizin düzgün cavabı olur D variantı, D bəndi. Belə, bundan da uşaqlar biz bütün suallarımızın izahına baxdıq. Yəni, tənliklər mövzusu elə bir mövzudur ki, orada həm xəttli tənliyə aid olan, həm kvadrat tənliyə aid olan xəstələri mütləq şəkildə əzbər bilməlisiniz və tənlik rumal məsələ həllinə aid testlər çox işləməlisiniz. Həmçinin, bax, burada rasional tənlikdir, daha sonra irrasional tənlikdir və modul tənlikdir. Onların da qaydalarına, xüsusən də xəstələrinə, yəni yaxşı bələd olmalısınız. Buna görə bu, belə deyək də, sınaq üzərində, bu suallar üzərində gördünüz ki, hər hansısa bir yerdə yadınızdan çıxan bir hissə və ya boşluğunuz varsa, vaxt itirmədən elə bugün dərhal o hissəni təkrar edin. Və bir daha son olaraq yenə xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax, ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.